Hamıya salam dostlar, biz sizlerle birlikte ne edirik? Dostlar size bir tane sözüm var. Adı İlyas'tır, ne bilmirəm, heç adını da bilmirəm. Gəlibdi, indi kardeşim, indi mənim haqqımda ifşa videosu çəkib, birazdan göstərəcəm. Deyib ki, Ömer mənə sikəmləyibdi, mənim kanalımın adını göstərib, deyib ki, mənə sikəmləyibdi bu. Heç mən də sikəmlənəm kimi. Olaya deyim nətər olubdu dostlar. Kardeşim gedib də onu sikəmləyibdi, amma yalandan video olsun deyə. Hətta videosunu çəkibdi. Bilməm heç baxıblar, baxmayıblar. Ağlına gələn eləyirlər. Güncələmədə də nətər deyim? Güncələmədə də sikəm olayı yaşanıb da o. İndi güncələmədən sonra da dostlar gəlibdi videoda mənə deyib ki, özdə mən haqqımda videolar zatlar çəkmişəm belə. Sonra ünlü olmuşsan, nə bilim. Elə şey deməyib, amma mən tam bilmirəm də. Videosundan birazdan baxacağıq. Eventdən sonra da dostlar PT elədi. PT mən almayayım deyə gəldi. Birinci mənə dedi ki, gəl barışaq. Kardeşim PT verdikdən sonra, videonu bitirdikdən sonra adı nədir? Kardeşim video çəkirdi da. PT verdikdən sonra gəldi mənə dedi barışaq onda. Sonra gəldi PT elədikdən sonra mən almayayım deyə banladı məni. İndi də çeti onun nətər deyim? Kanalına çeteyim. Bakın dostlar, kanalı budur, Black İlyas Hero. Dostlar, ifşa videosu çəkib mənim haqqımda. Belə Merhaba arkadaşlar. 10 yaşı var ya özdə, məndən 2 yaş bağlı. Pardon, sesim böyle, hastalığım yüzünden arkadaşlar. Neyse, videomuza geçelim arkadaşlar. Yəni mənim haqqımda ifşa videosu çəkib. Kardeşim də bilmirəm, heç kardeşimin Allah bilər videosuna baxmayıb dostlar. Kardeşim de burada yazıb ki, dostuma kışkırtma, dostumdan cavab. Yəni, nə deyim? Sağ olsun dostlar.